Yerli seçkilərə 3 həftədən az vaxt qalıb. İqtidar və müxalifətin bir hissəsi seçki qabağı hazırlıqla məşğuldur. Milli Hərəkat və Rustaveli prospektin liderləri oktyabrın 4-də geniş miqyaslı mitinq elan edir və dinc inqilabdan danışırlar. Pata Burculacenin Politra News'un efirində dediyi kimi, mitinq üçün 3 yer olacaq və Nazirlər Kabineti həmin gün ictimaiyyətə təqdim olunacaq. Əgər onlar ağıllıdırlarsa, bir neçə təşkilatçı çöldə qoysunlar ki, oktyabrın 4-də keçiriləcək mitinq idarə olunsun. Əks halda Nepalda itaətsiz insanları gördük. Hökumət saat 8-ə qədər təhvil verilməli idi. Burculaca bildirib, hakim komandaya gəlincə, Gürcar səmindir ki, oponentlərin onları əvəz etmə resursları yoxdur və əgər toplantı dinc formadan kənara çıxsa, hakimiyyət qanun çərçivəsində hərəkət edəcək. Elena Xoşdarıya qarşı bugün rəsmi ittiham irəli sürüləcəyi gözlənilir. Bundan əvvəl onun həbsi qiymətləndirmə mövzusudur. Müxalifətin bir hissəsi hadisəni siyasi haqq-hesab çürütmə adlandırır, bir hissəsi isə Elena Xoşdarıyanın hərəkətlərini siyasi performans hesab edir. Hakim partiyada həbsə əks-səda verir. Deyir ki, hamı qanun qarşısında bərabərdir. Xatırladaq ki, Elena Xoşdarıya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən öz evi qarşısında aparılıb. İstintaq onu Gürcarsonun seçki pankartını zədələməkdə ittiham edir. Daxili İşlər Nazirliyi bildirir ki, dəymiş ziyanın dəqiq məbləği ekspertiza əsasında müəyyən ediləcək və vafiq hüquqi tədbirlər həyata keçiriləcək. İstintaq Gürcarsonun Demokratik Gürcistan Partiyası nümayəndələrinin müraciəti əsasında aparılır. Yaxın 4 il ərzində paytaxtda səhiyyə və sosial siyasət baxımından nələr edilməlidir? KKLC təqdimat keçirərək yerli hakimiyyət seçkilərində qalib gələcəyi təqdirdə həyata keçirməyi planlaşdırdığı prioritet barədə ətraflı danışım. Təqdimat zamanı diqqət çəkən məsələlər səhiyyə və sosial proqramların genişləndirilməsi olub. Axios İsrail rəsmilərinə istinadən xəbər verir ki, İsrail hərbi qüvvələri Qəzza şəhərini işğal etmək üçün qurudan hücuma keçib. Nəşrin məlumatına görə İsrail qüvvələri son həftələr Qəzza zolağının kənarlarında xüsusilə fəallaşıb və şəhərin mərkəzinə yaxınlaşıblar. Qəzza yanır. İsrail müdafiə qüvvələri terror infrastrukturunu dəmir yumruqla vurur və İsrail müdafiə qüvvələrinin əsgərləri girovların azad edilməsi və Həmasın məğlubiyyəti üçün şərait yaratmaq üçün cəsarətlə döyüşür. İsrailin Müdafiə Naziri İsrail Katz X-də yazdığı yazıya yazıb. Regionda ada pisləşib. Əhali ərzaq, içməli su və dərman çatışmazlığı ilə üzləşib. İsrail hazırda Qəzzanın təxminən 75%-ni nəzarət edir. İsrail Müdafiə Qüvvələrinin məlumatına görə son günlər ərzində 20 min Fələstinli Qəzza şəhərini bir gecədə tərk edib. Donald Trump deyib ki, internet Charlie Kirk'i öldürməkdə ittiham olunan şəxsi radikallaşdırıb. Prezident bunu Ağ Evdə jurnalistlərlə açıqlamasında deyib. Trump'ın sözlərinə görə 22 yaşlı Tyler Robinson ağıllı oğlan və yaxşı tələbə idi və sonra nəsə baş verdi. Xatırladaq ki, 22 yaşlı Tyler Robinson sentyabrın 10-da mühafizəkar şikayətçi Charlie Kirk'in qətlində ittiham olunub. Amerika Birləşmiş Ştatları Venezueladan gələn daha bir gəmiyə hücum edib. Donald Trump bu barədə məlumat verib. ABŞ prezidentinin sözlərinə görə hücum Venezueladan ABŞ-a narkotik daşıyan gəmiyə edilib. Trump həmçinin qeyd edib ki, ABŞ ordusu hücumu onun əmri ilə həyata keçirib. Hücum nəticəsində gəmidə olan 3 nəfər həlak olub. Xatırladaq ki, ABŞ sentyabrın 3-də Venezueladan gələn gəmiyə də hücum etmiş və 11 nəfər həlak olub. Polşada hökumət binaları üzərində uçan pilotsuz uçuş aparatını vurublar. Bu arada ölkənin baş naziri məlumat verib. Donald Tusk sosial şəbəkədə paylaşımında yazıb ki, Polşa Dövlət Təhlükəsizlik Xidməti sentyabrın 15-də hökumət binası və Polşa prezidentinin iqamətgahı üzərində uçan pilotsuz uçuş aparatları zərərsizləşdirilib. 2 Belarus vətəndaşı saxlanılıb, polis hadisənin baş vermə şəraitini araşdırır. Ukraynada vəziyyət ağır olaraq qalır. Rusiya indi Zaporojyaya hücum edib. Ukrayna mətbuatının məlumatlarına görə bir nəfər ölüb, ikisi uşaq olmaqla 13 nəfər yaralanıb. Hücum nəticəsində yaşayış binasında geniş miqyaslı yanğın baş verib. 2 yük maşını yanıb. Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi əcnəbi vətəndaşları Gürcüstandan çıxarıb. Son günlərdə keçirilən kompleks tədbirlər nəticəsində Hindistan, Qana, Türkiyə, Nepal, Türkmənistan, İran, Pakistan və Latviyanın 29 vətəndaşı ölkədən çıxardılıb. Mövcud qanunvericiliyə uyğun olaraq ölkədən çıxardılan şəxslərin ölkəyə girişi qadağan edilib.
Təhsil Nazirliyi regionlarda müəllimlərin mükafatlandırılmasına başlayıb. Nazir Racəliç Qumidolub və yerli məktəblərin müəllimlərini mükafatlandırıb. Nazirlikdən verilən məlumata görə milli müəllim mükafatı çərçivəsində bütün ölkə üzrə tədbirlər keçiriləcək. Yekun tədbir isə oktyabrın 27-sində Tbilisi Opera və Balet Teatrında keçiriləcək. Regionlar səviyyəsində müəllimlərin mükafatlandırılması Racəliç Qumidən başlayıb, oktyabrın 10-nadək bütün regionlarda keçiriləcək. Gürcüstanda şərab turu keçirilib. Tədbir Milli Şərab Agentliyi və Agentliyin podratçısı Amerikan Colangelo və Partners marketinq şirkəti tərəfindən təşkil olunub. 14 nəfərlik qrupa Amerika şirkətinin və Amerika şərab ticarəti sektorunun nümayəndələri daxil edir. Tur çərçivəsində Amerikalı qonaqlar Kaxetidə Gürcüstanın şərab istehsal edən şirkətlərinə baş çəkib, burada Gürcü şərabçılıq texnologiyası ilə tanış olub, həm klassik, həm də ənənəvi üsullarla hazırlanmış Gürcü şərablarının dadına baxıblar. Tbilisidə həmçinin Gürcü şərabı üzrə master klass və degustasiya keçirilib. Burada qonaqlar Gürcüstanın şərab istehsal edən 16 şirkətinin şərabları ilə tanış olmaq imkanı əldə ediblər. Oktyabrın 4-də hansı seçki məntəqəsində səs verməli olduğunu öyrən. Bunun üçün Voters Georgia CSGO mobil aplikasiyasında və ya csgo.g saytında məlumatlarını yoxlamalısan, həmçinin sürətli ödəniş cihazlarından istifadə edə bilərsən. Məlumatlarını vaxtında yoxla və xəritədə seçki məntəqəsinin harada olduğuna bax. Nəzərə al, seçici siyahısında dəyişikliklərlə bağlı tələb sentyabrın 16-sına dək edilə bilər. MSK seçkilər ümumi işdir. 2025-ci il oktyabrın 4-də keçiriləcək bələdiyyə seçkiləri üçün seçki administrasiyası etnik azlıqlar olan seçkilərin seçkilərdə bərabər şəkildə iştirak etməsi üçün Azərbaycan və erməni dillərində müxtəlif xidmətlər təklif edir. MSK-nın internet saytında seçicilərin vahid siyahısındakı məlumatları yoxlaya bilərsiniz. Səsvermədə iştirak üçün tərcümə edilmişdir. Seçicilərin vahid siyahısı, seçki bülleteni və onun doldurulma qaydası, səsvermədə iştirak posteri. Məlumat almaq üçün bizimlə əlaqə mərkəzi vasitəsilə əlaqə saxlaya bilərsiniz. 032 251 0051 MSK seçkilər ümumi işdir.